Allahla münasibət belə başlayır. Adam düşür xeyrinin dalıca, deyir görüm xeyrim hardadır. Xeyrini düz başa düşsə, bütün xeyrlərin ünvanı gedir olur Allah. İnsan öz mənfəəti içində yaşamaq istəsə, mənfəətini axtarırsa, düzgün getsə, gedib Allaha çıxacaq. Yəni, bütün xeyirlər Allahdadır, bütün zərərlər günahdadır. Bütün xeyirlər Allahın sözünə baxmaqdadır, bütün zərərlər Allahın sözündən çıxmaqdadır. Ona görə kimsə Allaha itaət edəndə nəsə böyük bir fədakarlıq eləmir. Və kimsə Allahın sözündən çıxmasa da fədakarlıq eləmir. Hər şey öz xeyrini eləyir. Heç kəs qürurlanmasın, mən Allaha itaət elədin, xeyrin gördün. Günahdan çəkindin, xeyrin gördün. Özvə gəldi çatdamsı. Xeyr və zərərin ünvanı, xeyrə çatmaq və zərərdən qorunmağın yeganə ünvanı Allahdır. Bunu adam ağılla da başa düşə bilər. Düşüncə ilə də başa düşə bilər. Məsələn, deyirsən, Allahın sözünə qulaq asın ki,